Salam, hər vaxtınız xeyirli olsun. Masazırda yeni Bakı yaşayış kompleksinə yaxın bax belə bir 3 mərtəbəli həyət evi satışdadır. 3-cü mərtəbə mansardı. Ev 4 otaqdan ibarətdir. Mərtəbələr arası monolit betonludur. Sənədlər tam qaydasındadır. Evin də torpağında sənədləri tam qaydasındadır. Göründüyü ki, bura həyəti, evin üst görünüşü və çox gözəl zövqlə də təmir olunub. Qabancıq daşlar da vurulubdur. Həyətinə bir maşın rahatlıqla yerləşir və oturmağa da əlavə yer qalır ki, güləşmək üçün yer saxlanılıb. Kommunal xətlərin hər biri çəkilib. Kanalizasiya sistemi mərkəzidir. Evə daxil olduqda belə bir geniş dəhliz və otaq, yəni birinci mərtəbə demək olar ki, bax belə bir açıq bir studiyadır. Çox gözəl zövqlə təmir olunubdur, çox gözəl keyfiyyətli tikilisi var. Hər bir otaqda da onu deyim ki, kondisioner üçün işıq xətti çəkilibdir. İsitmə sistemi kombidir. TV üçün işıq xətti çəkilir. Mərtəbələr arası monolit betonludur, bunu qeyd etmişdim və burada belə bir mətbəx və onu da qeyd edim ki, gördüyünüz kimi də qoşa daşdır. Evin içində də ara kəsmələri qoşa daşla gedibdir. Burası geniş bir mətbəxi və mətbəxdən də evin arxa tərəfində böyle bir yer saxlanılıbdır. İndi pilləkən də yığılır orada, beton atılacaqdır. Yəni arxadan da evin arxa tərəfindən də istədiyiniz kimi alıcı gələcəkdə istifadə edə bilər. Və belə bir genişlikdə çox geniş olan rahatlıqla bax belə bir hamam otağı. Duş qabın içində yeri saxlanılır. Genişdir, mərmər metlaqlar vurulub, kafellər vurulubdur. Birinci mərtəbə ilə tanış olduq, indi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 3 yataq otağı yerləşir və hamam otağı yerləşir. Bura bir yataq otağı. Bu qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. İpoteka ilə ev almaq istəyənlər bu evə asanlıqla əldə edə bilərlər. Bura ikinci bir yataq otağı, geniş bir yataq otağıdır. Və üçüncü yataq otağı və göründüyü kimi də otaqların da hər birinə gün işığı düşür. Otaqlar işıqlıdır, genişdir. Burası ikinci mərtəbədə yerləşən hamam otağı. Yine genişdir. Duş qabının üstündə yeri saxlanılıb və üçüncü mərtəbədə isə mansar. Və burası üçüncü mərtəbə və göründüyü kimi də bax belə bir geniş mansar yerləşir ki, buradan da gələcəkdə alıcı istədiyi kimi özünə uyğun istifadə edə bilər və kombi sistem, yəni burada da çəkilibdir. Göründüyü kimi burada da kanalizasiya su xətti də çəkilibdir ki, istədiyi kimi yəni sərcürə istifadə etmək mümkün olsun.